Hamıya salam dostlar. Seqres kanalına xoş gəlmisiniz. Bugünkü videoda mən sizlərə Bluetooth girişinə əsas olaraq CM haqqında danışacağam ki, CM nədir, nə üçün istifadə olunur. Ümumiyyətlə Bluetooth işçisinin hər bir işçi CM haqqında məlumatlı olub, onu istifadə etməyi bacarmalıdır. Videoyu keçməzdən qabaq videonu bəyənib kanala abunə olaraq bizə dəstək göstərə bilərsiniz. Həmçinin hər hansı bir mövzuda video çəkilməyi istəyirsinizsə, bunu yorumda bizə bildirin. Biz də o haqqda sizə video hazırlayaq. Deməli videoya başlayaq. İlk öncə CM ki, CM nədir? Ondan danışaq biraz. Deməli biraz böyüdüm. Hə. CM nədir? Ondan danışaq. CM bir təhlükəsizlik həllidir əslində yox. Bizə CM nə üçün istifadə olunur? CM müxtəlif mənbələrdən gələn loqların bir yerə yığılması və o loqlar üzərində müəyyən proseslərin həyata keçirilməsi üçün istifadə olunur. Ümumiyyətlə loq anlayışı nədir? Qısaca deyim. Bizim etdiyimiz hər bir action, hər bir hərəkət loqlar, yəni orada hər hansı bir database-də saxlanılır. Və bu loqları biz bir yerə yığır. Hər hansı bir təhlükəsizlik prosesi baş verir, hər hansı bir hücum olduqda biz bu loqlara əsasən hücumu dedekt edə bilirik. Deməli CM əsasən bu zaman istifadə olunur. CM əvvəllər SIM və SEM olmaqla iki hissəyə bölünmüşdü. SIM Security Information Manager, SEM də Security Event Manager. SIM nədir? SIM odur ki, biz loqları müxtəlif sourcelardan eyni bir mənbəyə yığılma prosesidir. Bayaq dediyim kimi. SEM isə bu loqlar üzərində müəyyən bir proseslər aparıb, rullar yazır və bu rullardan alert aldığımız prosesə SEM deyirik biz. Yəni əvvəllər bu iki ayrı tool idi. Sonra bunları birləşdirib onun bir SEM yaratdılar. SEM Security Information and Event Manager. Deməli bu formadadır. Biz loqları yığırıq, toplayırıq bir yerə və ondan istifadə edirik. CM-lər ümumiyyətlə belə baxsaq iki hissəyə bölünür. Biri open source CM-lərdir. Open source. Bir də vendor tipli CM-lər. Open source CM-lər nələrdir? Open source odur ki, sən bunu pulsuz şəkildə yükləyib öz infrastruktura quraşdıra və yaxud da ki, onda hər hansı bir dəyişiklik edib özünə uyğun konfiqurasiya edə bilirsən. Amma vendor odur ki, sən bunu hər hansı bir vendordan alırsan. Məsələn, olsun, nə bilim, Cobalt Strike'dır, məsələn, Cross Strike'dır bu tipli şeylər. Məsələn, bunlar hamısı vendor sayılır. Sən vendordan alıb, sadəcə bunu istifadə etsən və içində hər hansı bir dəyişiklik edə bilmirsən. Ya bunun mənbə kodunu səndən açıq şəkildə paylaşmır. Amma open source olanlarda bu paylaşılır. Open source CM-ləri biz deyə bilərik ki, nə bilim, ELK, Vazu, bunlardır. Məsələn, amma vendora deyə bilərik ki, QRadardır, sonra nə bilim, Splunk'dır. Bunlar vendor-based CM-lərdir. İndi biz belə bir sual çıxır ortaya ki, biz ümumiyyətlə open source olan yerdə niyə görə pul verib vendor-based CM-lərdən alaq? İndi bunların fərqini belə izah edeyim. İlk öncə bunlar arasındakı əsas fərqlərdən biri bunun funksionallığıdır. Ki, sən vendor-based aldığın bir CM-də daha çox funksionallığı olur, nəinki open source bir CM-də. Bundan əlavə biz CM-də language mapping adlı bir şey var ki, ondan istifadə edirik. Language mapping nədir? Biz loqları qəbul edən zaman bu müxtəlif formalarda ola bilir. Məsəl üçün deyək, ola bilər ki, bu JSON formasında olsun. Ola bilər XML formasında olsun. Nə bilim, ola bilər bu syslog formatında olsun. Ya bu loqları hamısını eyniləşdirib bir formaya salmaq lazımdır ki, sən bunu idarə edə biləsən. Vendor based olan CM-lərdə bunu etmək daha asandır. Yəni bu hər bir agent bunu özü yerinə yetirmir, amma biz open source olanda isə bu biraz daha çətin prosesdir. Bundan əlavə deyə bilərik ki, open source ilə vendor based CM-lər EPS dəyərinə görə də fərqləndirilir. EPS nədir? EPS event per second. Yəni adından göründüyü kimi nədir? Biz saniyə başına CM-in qəbul edə biləcəyi bir log sayı var. Yəni məsələn, open source ELK saniyə başına maksimum 15.000 log qəbul edir. Amma bu məsələn QRadara buna baxsaq, QRadar 100K-dır. Yəni 100.000-dir. Məsəl üçün deyirəm, bu dəqiq sayılar deyil. Yəni buna baxanda biz bilirik ki, məsələn bizim əgər böyük bir infrastrukturumuz varsa, bizə gələn log sayı da çox olacaq. Yəni biz ELK quraşdırsaq, yəqin ki ELK buna dözməyəcək və işləməyəcək. Ona görə biz vendor olan CM-lərdən istifadə edirik ki, daha çox log source-u, yəni daha çox loqu bir yerə toplayıb istifadə edə bilək. Bundan başqa nə deyə bilərəm bunların fərqini? Məsələn, integration cəhətdən vendor-based biraz daha rahatdır inteqrasiya eləmək. User friendly, daha belə UI dashboardu daha belə rahatdır. Yəni Sokanas birbaşa baxıb orada incidentləri rahat şəkildə görə bilir. Nəinki
open source-da biraz daha gəliz formada olur. Bundan başqa ən əsas belə necə deyim, ən əsas belə bizə vacib olanlardan biri də bunun security tərəfidir. Yəni belə izah eləyim. Hər hansı bir open source CM var YLK-nın. Bunda bir dənə CVE tapılır, bir dənə boşluq tapılır. Bu CVE-nin bağlanması üçün məsələn, bunlara lazımdır 3 ay müddət. Çünki bunun security komandası çox da belə güclü deyil. Çünki bundan heç bir pul qazanmırsa, security işçiləri də bunun o qədər çox deyil ki, oturub bir CVE bağlaya bilsinlər. Amma məsələn, Curadar Splankda bir CVE tapılsa, bu CVE maksimum məsələn 2 həftəyə bağlanır və təhlükəsizliyi aradan qaldırılır. Yəni sən vendor-based bir CM istifadə eləsən, sənin təhlükəsizliyin daha çox təmin olunur, nəinki open source bir CM istifadə etmək. Belə deyim, open source-la vendor CM-in əsas fərqləri bunlardır. Mən bugün əsasən YLK-dan danışacağam ki, əslində YLK var, bunların əsas hamısının işləmə məntiqi eynidir, çox da fərqi yoxdur. Prosta mən YLK-dan istifadə edəcəm, ondan danışacağam. Daha sonra open source və vendor CM-lərdən danışdıq. İndi gəl danışaq ki, bu loqlar ümumiyyətlə CM-də bir mərkəzə necə yığılır? CM-də iki funksiyonallıq var. Biri aggregation adlanır, bir də correlation. İndi uzun yazmıram. Aggregation və correlation nədir? Bu hər bir CM-də olmalı olan iki funksiyadır. Aggregation müəyyən log source-lardan loqların toplanıb bir mənbəyə yığılmasıdır. Yəni məsələn, sənin 5 dənə kompüterin var infrastruktur daxilində. Sən bu 5 kompüterin 5-indən də loqları alıb bir yerə toplamalısan. Bu toplama prosesi adlanır aggregation. Daha sonra sən bu topladığın loqlarda məsələn müəyyən sənə ancaq lazım olan spesifik loqlar lazımdır. Bunların tapılmasını təmin edən isə bunun correlation funksiyasıdır. Yəni qısaca belə özətləsəm, aggregation loqların bir yerə toplanması, correlation isə bizə lazım olan loqların oradan çəkilib dartılmasıdır. Hər bir CM-də bu iki funksiyonallıq var və istifadə olunur. İndi isə gəlin danışaq ki, ümumiyyətlə bu CM-də loqlar bir yerə necə toplanır. Bunun üçün biz agent anlayışını istifadə edirik. Yəni CM-də loqların CM-ə toplanması üçün 3 növdən istifadə olunur. 3 növ beləcə toplanma forması var. Birinci agent based-dir, yəni agentlərdən istifadə edərək. İkinci agentless, yəni agentsiz olan formasıdır. Üçüncü də ki script based olandır. Gəlin ilk öncə agentdən danışaq ki, agent based nədir? Məsələn, sənin bir infrastrukturun var. Sən burada 3 dənə kompüter var. Burada bir dənə web server var, nə bilim bir dənə database var. Sən gəlirsən, bunların hər birinə bir dənə agenti yükləyirsən. Agent dediyin məsələn bir exe faylıdır. Sən bir dənə agent yüklədin. Bu agentlər nə edir? Agentlər vaxt aşırı götürür bu cihazın içindəki loqları toplayır və sən burada CM-in var. Gəlir hamısı bir-bir ötürür CM-ə. Yəni sən əməliyyat sistemi bütün loqları, nə bilim web serverin loqları, bütün bu loqları toplayır, götürür, göndərir CM-in dashboarduna, CM-in içərisinə. Yəni agentdən istifadə edərək loqlar formada toplamaq olur. Amma bəzən elə olur ki, sən qarşı tərəfdəki endpoint-də agent quraşdıra bilmirsən. Məsələn necə? Məsələn firewall. Sən firewall-a heç vaxt agent quraşdıra bilmərsən. Çünki bunun əməliyyat sistemi tam belə yoxdur deyə sən bunu agent quraşdıra bilmirsən. Onda nə edirsən? Onda sən agentless loqların toplanmasını istifadə edirsən. Bu necə olur? Məsələn, firewall-u normalda loqları özündə saxlayır. Məsələn, firewall hər hansı bir action oldu, hər hansı bir proses oldu, onun loqları firewall içərisində saxlanılır. Və saxlama forması syslog formasında olur çox vaxt. Sən nə edə bilərsən agentless formada? Log forward eləyə bilərsən. Yəni, götürərsən bu loqları heç bir dəyişik eləmədən. Birbaşa göndərərsən bura. Məsələn, agent gedir o loqları yığır, orada müəyyən prosesdə eləyir və bura göndərir. Amma sən firewall-da agent quraşdıra bilmirsən deyə, elə birbaşa bu loqlar çıxır, loqları da birbaşa ötürürsən CM-ə. Agentless olanda da bu formada baş verir. Sən loqları prosta forward eləyirsən arasına. Burada forward o, nə bilim, bir dənə başqa tipli, nə bilim, agent zat quraşdırarsan bir şeyə və yaxud da müxtəlif yollarla bunu forward eləmək olur da. Daha sonra var script based. Script based nədir? Gəlin belə danışım. Script based olan log toplaması pull və push metodundan istifadə edir. Yəni sizə məsələn hansı bir vendor bir dənə app verib, app mi deyim ya nə deyimsə, bir dənə VM vermişsən, bir dənə VM faylıdır.
Ola bilər məsələn bu Swift və ya başqa bir şeydir. Sən bu VM faylını nə edirsən? Girsən prosta çalışdırırsan VM-də. Bu servis aktiv halına gəlir. Sən bunun da loqlarını görmərsən ki, ya bu servisdə hansı bir proses oldu, sən bunu görə biləsən. Nə bilim, hər hansı bir hücum oldu, başqa bir şey oldu. Amma bu əməliyyat sistemi yoxdur. Bu prosta VM faylıdır. Sən bu loqlarını sürü görə bilmirsən. Ona görə nə edirsən? Belə olan halda sən skriptdən istifadə edirsən. Sən bu sənin Swift-in, yəni VM-in, burada sənin CM-in, istifadə olunacaq CM. Bir dənə də bundan əlavə, bir dənə VM qaldırırsan. Nəm Kali, Ubuntu, hər hansı bir şey qaldırırsan. Götürürsən bunun içərisində cron joblarda bir dənə skript yazırsan. Bu skript nə edir? Skript hər dəqiqə və yaxud da vaxtaşırı bu Swift-dən loqları pull eləyir, yəni özünə çəkir, push eləyib CM-ə göndərir. Yəni skript burada nə işə baxdı? Swift-dən loqları dartır, push eləyib CM-ə göndərir. Sən burada üçüncü tərəf bir VM qaldırırsan ki, bunun loqlarını oxuya biləsən. Yəni script based-də loqların yığılmağı bu formada olur. Loqların yığılmağı da belə. İndi gəlin bunu real case bir dənə CM üstündən danışam ki, necə baş verir proses. Məncə ELK bunun üçün ən yaxşısıdır. Open source-dur, yükləməsi asandır nisbətən, quraşdırması asandır, sən özün quraşdırıb istifadə edə bilərsən. ELK, buradakı 3 hərf, hər biri bir ELK-nın bir komponentinin ifadə edir. Siz ELK-nın işləmə məntiqini bilsəniz, digər CM-lərin işləmə məntiqini təxmini başa düşəsiniz. ELK-da I nədir? I Elasticsearch-dür. Elasticsearch. L Logstash-dir. Logstash. Ki-dəki Kibana-dır. Ya bunların hərəsini ayrı bir kiçik bir app kimi düşünə bilərsiniz. Ki yəni bu üç birləşdirir və CM yaradır. Elasticsearch, Logstash, Kibana. İndi bu necə işləyir? Onu başlayalım. Gəlin bayaq case-imizə qayıdaq. Ki məsələn burada var 3 dənə endpointimiz var. Bir dənə web server var. Bir dənə database var. Agentləri quraşdırmısan və loqları buradan toplayır. Bu agentlər loqu toplayandan sonra bunları ötürür hara? Birinci, Logstash-ə. Logstash, belə yazım. Logstash-ə gələndə burada nə baş verir? Burada 2 dənə proses olur. Parsing olur, bizim gələn loqlarımız. Bir də normalize olur. Xəttim biraz pisdir, özünüz başa düşərsiniz. Parsinglə normalize olur. Parsing nədir? Parsing odur ki, biz logda müəyyən filtrlər olur. Nə bilim, IP olur, source IP, destination IP, commanddır və yaxud nə bilim, müddətdir, yaxud çoxlu bunun dəyərləri olur. Parsing eləyirsən, sən bunlar hər bir dəyərləri bir-bir götürüb bir formaya salırsan. Yəni, məsələn, belə deyimsə, bir dənə var Linux əməliyyat sistemi, bir də var ki, Windows əməliyyat sistemi. Linux əməliyyat sistemində source IP belə yazılır. Məsələn, source.ip şeydə, məsələn, Windowsda belə yazılır. Source altdan xətt IP. Sən indi bununla bunu eyniləşdirməlisən ki, biləsən ki, logda gələn source IP ikisində də eyni şey bildirir. Parsing eləyirsən ki, bunların ikisini də bir dənə dəyərə mənimsədirsən. Məsələn, olur sırıcı boşluq IP, məsələn də. Sən ikisinə bir dəyər verirsən ki, biləsən ki, bunların hər ikisi eyni dəyər daşıyır özündə. Olayıb ki, adlarını normallaşdırırsan, eyni formaya salırsan. Parsing prosesi budur. Bir də normalize nə? Normalize mən bayaq danışdığım kimi haradaydı? Burada. Ki, yəni sən JSON-da, XML, Syslog formatda olan loqları eyni formaya salmalısan. Logstash da elə bu işə baxır. Sənin verdiyin loqları müxtəlif formada olsa, onların hamısını eyni bir forma salır ki, sən normalda istifadə edə biləsən. Deməli, gəldi bura Logstash-a, parsing olundu, normalize edildi. Burada nə edir? Burada ötürülür birbaşa hara? Elasticsearch-ə. Elasticsearch. Siz onsuz da Logstash-ın içinə girəndə görərsiniz ki, onun konfigurasiya faylında 3 dənə dəyər var. Inputdur, filterdir, bir də outputdur. Input nədir? Logun hardan gəldiyidir. Filtr nədir? Bayaq mənim saydığım bu parsinglə normalize bu filtrin içərisində gedir. Daha sonra output-da, output-da bu loqların hara gedəcəyidir. Biz output-da dəyərdə nə veririk? Veririk ki, Elasticsearch.
ki bu loqları Python normalize edəndən sonra göndər Elasticsearch-ə. Elasticsearch-də nə baş verir? Elasticsearch-də 2 dənə proses olur. Biri faylların database yazılmasıdır. Bir də ki indeksləmədir. Ki sən indeksləmə odur ki, sən müxtəlif oxşar formatda olan log fayllarını bir yerə yığırsan, bir qrupa salırsan. Ki məsələn də web server olan loqları indeksi, məsələn web server adlı bir də indeks yaradırsan, hamısı atırsan onun içərisinə. Sonra sən web serverlə bağlı nəsə bir atak oldu, gəl bu indeks vasitəsilə gəlib gedən loqlara baxa bilirsən. Yəni qruplaşdırırsan da bir baxımdan. Database odur ki, sən database-də loqları prosta bir yerə yığıb orada saxlayırsan. Database-də də datalar iki formada saxlanılır. Hot data var, bir də cold data var. Sən hot data nədir? Hot data sənin məsələn baxır son bir həftədəki olan loqlarındır. Son bir həftə. Cold data isə bir həftədən sonraki olan loqlardır. Sən cold datanı normal formada saxlasan, sən yaddaşın da ola bilər, daha çox yük tutar kompüterə və yaxud da serverə. Ona görə nə edirsən? Gəlsən cold data hamısını zipləyirsən, daha kiçik bir format salıb o formada saxlayırsan. Amma hot data isə olduğu kimi qalır. Yəni sən bu heç bir zipləmə falan eləmirsən. Yəni database-dəki loqlar bu formada saxlanılır. Daha sonra Elasticsearch-ə gələndən sonra bunu ötürürsən son məkan olan Kibana-ya. Kibana nə edir? Kibana sən burada vizuallaşdırırsan. Yəni bayaq dediyim kimi insidentləri falan burada vizual şəkildə görə bilirsən. Daha sonra gəlib burada rullar yazıb ona uyğun alertlər çıxara bilirsən ki alert də bayaq dediyim kimi məsələn sən bir rule yazırsan CM-də, məsələn deyirsən ki source sahibi budursa, sən mənə bir alert çıxar. O alertlər həmin bu Kibana içərisində çıxır. Daha sonra search language var. Məsələn biz correlation danışanda nə dedik? Bizə lazım olan loqların çıxarılması prosesidir. Biz bunu bu search language-nə deyirik ki, məsələn bu KQL, yəni KBN query language bunun istifadə olunur. Sən gəlsən burada axtarış edə bilirsən ki, nə bilim, mən ancaq bu source sahibisi bu olanları göstərir, ancaq nə bilim, destination portu bu olanları göstərir. Bu formada sən hər hansı bir araşdırma edə bilirsən. Bu formada, yəni YLK-nın işləm məntiqi də budur ki, 3 hissədən ibarətdir. Bu hər hissədə nə baş verdiyini sizə izah elədim ki, loqlar gəlir, hardan nə proses olur, nə formasyon sonra hara gedir. YLK da belə. Yəni CM-ə giriş olaraq məncə bu qədər danışsam bəs eləyər. Görüm əgər çox belə istək olsa, Blue Team-ə başqa videolarda çəkməyə çalışaram. O baxır sizin istəyinizə. Video bu qədər idi. Ümid edirəm hamıya anlaşılır oldu. Yəni özüm Red Team-də daha yaxşı olduğum üçün Blue Team mənə biraz daha çətin gəlir. Ona görə çalışdım ki, bacardığım qədər bildiyim şeyləri danışım ki, sizə də tam belə məlumatı tam çatdırmış olum. Video bu qədər idi. Gələn videolarda görüşənədək.